Ermənistan Xarici Kəşfiyyat Xidməti illik hesabatında iddia edib ki, Azərbaycanın Qərbi Azərbaycan məsələsini müzakirə etməsi Ermənistan üçün riskdir. Paşinyana tabi olan bu qurumun niyə bu qənaətə gəldiyi sualın cavabı Azərbaycan mətbuatında, ictimai və siyasi həyatında Qərbi Azərbaycan mövzusunun müzakirəsinin intensivləşməsindədir. Xarici Kəşfiyyat Xidməti illik hesabatında iddia edir ki, Azərbaycan Vaşinqton bəyannaməsindən sonra Qərbi Azərbaycan mövzusunun təbliğatı azaltmaq əvəzinə, əksinə ona əhəmiyyətli dərəcədə gücləndirib ki, bu da hesabatda vurğulandığı kimi uzun müddətli sülh üçün ciddi risklər yaradır. Sübut kimi Xarici Kəşfiyyat Xidməti Azərbaycan mətbuatında Qərbi Azərbaycan mövzusu ilə bağlı dərc olunmuş materialları təqdim edib. Bu nəşrlərin sayı ötən ilin əvvəli ilə müqayisədə ötən ilin avqustun dekabr ayınadək olan dövrdə 36% artıb. Bu məqamı nəzərə alaraq Xarici Kəşfiyyat Xidməti bildirir ki, onun əsas prioritet vəzifələrindən biri Azərbaycanın Qərbi Azərbaycanlıların qayıdışı mövzusunu irəli sürməsinin dövlət siyasəti səviyyəsində real məqsədin davamlı şəkildə qiymətləndirilməsi olacaq. Azadlıq Radiosunun Ermənistan bürosunun verdiyi təhlildə Azərbaycan bu mövzunu yeni milli ideologiyaya çevirərək münaqişəni hansısa yeni formatda Ermənistan ərazisinə köçürmək niyyətindədirmi? Yoxsa Qərbi Azərbaycanlıların qayıdışı diskursu Azərbaycanın xarici siyasət sövdələşmələrinin və xüsusən də Qarabağ ermənilərinin qayıdışı mövzusuna qarşı durmaq üçün istifadə etdiyi alətlərdən biridir sualını səsləndirib. Yazıda qeyd olunur ki, Qərbi Azərbaycanlıların qayıdışı diskursunun artması fonunda Bakı hərbi xərclərini də ardıcıl şəkildə artırır. Xarici Kəşfiyyat Xidməti bunu da riskli hesab edərək qeyd edir ki, Azərbaycanın hərbi xərclərinin artım tempi digər sahələrə ayrılan vəsaitlərin artımını əhəmiyyətli dərəcədə üstələyir. 2023-cü illə müqayisədə Azərbaycanda 2026-cı il üçün hərbi xərclər təxminən 44% artdığı halda digər sahələr üzrə artım cəmi 7,4% təşkil edib. Həmçinin Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə Ermənistan əleyhinə hibrid fəaliyyətlər var. Bu fəaliyyətdə sülhün bərqərar olması imkanlarını dəyərsizləşdirmək və mənasızlaşdırmaq, eləcə də güya Ermənistanın maraqlarına qarşı yönəlmiş gizli razılaşmaların mövcudluğu barədə konspirativ düşüncələr aşılamaq daxildir. Kristina Qriqoryanın rəhbərlik etdiyi Xarici Kəşfiyyat Xidməti 2026-cı il hesabatında vurğulayır ki, bu il ərzində hibrid fəaliyyətlər xüsusilə Sünikdən, yəni Zəngəzurdan keçməklə Azərbaycanın Naxçıvanla birləşdirilməsini nəzərdə tutan Trip marşrutu layihəsinə təsir göstərmək məqsədi ilə əhəmiyyətli dərəcədə aktivləşəcək. Üstəlik, ABŞ prezidenti Trumpın yazdığı status Ermənistanda real qorxu yaradıb. Past-Am saytı yazır ki, hərbi silahları yalnız Azərbaycana satmaqla Trump sadəcə Ermənistanı iqtisadi asıllıq vəziyyətinə salır. Vance məhz Ermənistana Rus atom elektrik stansiyasının tikilməsinin qarşısını almağa, Ermənistana yeni müqavilə diktə etmək üçün gəlir. Azərbaycana hərbi baxımdan hər cür güc verib, Ermənistanı isə iqtisadi asıllığa salmaqla Amerika Birləşmiş Ştatları sadəcə yeni bir sui-qəsd formalaşdırır. Sadə dillə desək, Ermənistanı Türkiyə və Azərbaycanın əlabəsinə çevirir. Əlbəttə, mövcud hakimiyyət Nikol Paşinyanın başçılığı ilə bu vəziyyəti çox yaxşı anlayır. Lakin öz hakimiyyətini qorumaq mərəzinə qapılaraq Amerika tərəfinin istəklərini reallaşdırmaq üçün hər şeyidir. Və bunun Ermənistan üçün hansı nəticələr doğuracağı Paşinyan hakimiyyətində heç kimi maraqlandırmır. Həm hesabat, həm də son hadisələr seçki qabağı Ermənistanda etirazları biraz da artırıb. Paşinyanın ermənicə baş nazir Varçapet sözünə uyğun Varçabənd qrupu yaradaraq zərb alətlərinə ifaçılığı etirazları daha da qızışdırır. ...44 günlük savaşdan sonra 2021-ci il seçkilərində Paşinyana qarşı edilməyənlər indi edilir. Rəqiblər Zəngəzur dəhlizi məsələsini onun əleyhinə ən ucuz yolla istifadə edirlər. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan Qərbi Azərbaycan məsələsinin sülhə mane olacağı və bu məsələdə danışığın aparılmayacağını deyib. Qərbi Azərbaycan məsələsinin tələbi müəyyən mənada yumşalıb. Lakin buna baxmayaraq, biz sülh prosesinə uyğun olaraq diskursu da uyğunlaşdırmalıyıq. Sülh diskursu. Qərbi Azərbaycan mövzusu heç bir mərhələdə Ermənistan hakimiyyəti tərəfindən müzakirə olunmayacaq.
Ümumiyyətlə Azərbaycanın uzun müddət danışdığı bu mövzu sülh mühitinə heç bir xidmət etmir. İşıqlı Ermənistan partiyasının sədri hesab edir ki, Կամասենք Հայաստանը իր սուվերեն տարածքում ինքն իր երկրում Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Ermənistanda isə trip adlandırırlar. Əliyev son müsahibəsinin birində dedi ki, nə ad qoyurlar qoysunlar. Bu yenə də bizim Zəngəzur dəhlizimizdir. Ermənistan hakimiyyəti bunun qarşılığında heç nə almayıb. Bunu öz hakimiyyətini qorumaq, daha 5 il hakimiyyətdə qalmaq üçün edib. Yəni beynəlxalq dəstək əldə etmək üçün. Problem nədədir bu keçiddə? Problem ondadır ki, Ermənistan bunu bir tərəfli şəkildə heç bir şey almadan Əliyevə verib, Azərbaycana verib. Biz deyirik ki, Azərbaycanlıların keçidi, yük və vətəndaşların hərəkəti erməni heyətə aid olmayacaq. Yəni bu Azərbaycanın daxili məsələsidir. Qoy etsinlər. Biz orada olmayacaq. Bizim hakimiyyət gedib bunu verib. Ermənistan Respublikası heç bir şeylə Azərbaycana borclu deyildi. Qarşılığında heç nə almadan. Bunun blokadanın açılması ilə heç bir əlaqəsi yoxdur. Blokadanın açılması tamam başqa məsələdir. Blokadanın açılması o deməkdir ki, bütün yollar açılır, eyni şərtlər tətbiq olunur. Əgər bütün yollar açılsa və eyni şərtlər tətbiq olunsa, o yol. Baxın, İndi Azərbaycan bizə deyir ki, sərhədi dəyişin, gerbdən Araratları çıxardın. Ermənistan heç vaxt Azərbaycanlıların qarşısında alçalmayacaq. Biz elə vəziyyətə düşmüşük ki, 9 noyabr çərçivəsində davam etsəydik, heç nə verməzdik. Amma biz davam etmədik. Rusiya 9 noyabr sənədi çərçivəsində kömək etməyə hazır idi ki, Dağlıq Qarabağ qalsın, bərpa olunsun. Baxın, 9 noyabrda orada yazılıb ki, Qarabağ var. Laçın dəhlizi var, təminatlar var. İndi bunlar yoxdur. Siz deyirsiniz ki, artıq vəziyyət dəyişib. Gəlin Qarabağın itirilməsindən sonra Rusiyadan verilən bəyanatları xatırlayaq. Amma biz bundan istifadə etmədik. Gedib əksini etdik. Əliyev davamlı olaraq Qərbi Azərbaycan mövzusunu maliyyələşdirir. O ilk dəfə deyil ki, Zəngəzur dəhlizi mövzusunu gündəmə gətirir. Mən dəhliz sözünə qarşıyam. Dəhliz olmasın deyirəm. Dəhlizin mahiyyəti budur ki, Azərbaycan vətəndaşlarını erməni sərhədçisi görməsin. erməni siyasi ritorikasının son illər müşahidə olunan dəyişkənlik regionda baş verən geosiyasi reallıqların birbaşa nəticəsidir. Bir vaxtlar Qarabağın Ermənistan ərazisi olduğu iddia edilir, daha sonra isə bu mövqedən açıq şəkildə imtina edilirdi. Eyni xətt Zəngəzur dəhlizi məsələsində də müşahidə olundu. Əvvəl bu layihənin mümkünsüz olduğunu bəyan edilir, bugünsə onun inşasının texniki və logistika mərhələsi sürətləndirilir. Bu faktlar onu göstərir ki, siyasi iddialar yox, obyektiv reallıqlar və beynəlxalq hüquq çərçivəsində formalaşan tələblər müəyyən edici rol oynayır. Eyni məntiq Qərbi Azərbaycanlıların qayıdışı məsələsinə də aiddir. Uzun illər bu mövzunun qapalı olduğunu, belə bir prosesin heç vaxt baş verməyəcəyi iddia edilirdi. Halbuki Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı Azərbaycanın siyasi tələbi deyil, bu beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan bir prosesdir və Ermənistanın son 38 il ərzində sistemli şəkildə pozduğu insan hüquqlarının bərpası məsələsidir. Etnik mənsubiyyətinə görə insanların öz doğma yurtlarından didərgin salınması beynəlxalq konvensiyalarda qadağan olmuş bir praktikadır və bu hüquqların bərpası gec-tez gündəmə gəlməli idi. Bu prosesin mahiyyəti revanşizm və ya ərazi iddiası deyil, sivil və hüquqi mexanizmlərlə ədalətin bərpa olunmasıdır. Qərbi Azərbaycanlıların qayıdışı regional sabitliyə təhdid yox, əksinə uzun müddətli sülhün sosial və hüquqi əsaslarını möhkəmləndirən amildir. Zamanla bu məsələ Ermənistan cəmiyyətinin daxilində daha da açıq müzakirə mövzusuna çevriləcək. Hətta parlament səviyyəsində Qərbi Azərbaycanlıların təmsilçiliyi və Azərbaycan dilinin hüquqi statusu kimi məsələlər gündəmə gələcək. Tarix göstərir ki, inkar siyasəti davamlı olmur. Reallıq gec-tez siyasi diskursunu dəyişir. Qarabağ və Zəngəzur məsələlərində baş verənlər bunun bariz nümunəsidir. Eyni yol Qərbi Azərbaycanlıların qayıdışı mövzusunda da keçiriləcək. Bu qaçılmaz prosesin sivil yolla həyata keçirilməsi regionun gələcəyi üçün yeganə rasional variantdır və bunu Ermənistan cəmiyyətində hər kəs nə qədər tez anlasa, birgə yaşayış perspektivləri bir o qədər sağlam zəmin üzərində qurular.